Cabir radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellem'dən rivayet edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, Fadlu eyyamid dünya eyyamul aşr. Yani aşru zilhicce. Deyir ki, dünyanın en üstün günleri 10 gündür. Yani Zilhicce'nin 10 günü. Hemen bu 10 günü dünyanın en üstün günleri olmasında sebepler var. Onlardan biri hemen 10 gün içerisinde Arafa gününün olmasıdır. Arafa elə həccin özəyidir, belə deyək ki. Eğer deyir, bu Zilhicce'nin 10 günündə Arafa günündən başqa heç bir başqa gün olmasaydı belə, bu Zilhicce'nin ilk 10 gününün fəzilətinə deyir, kifayət eləyərdi. Çünki həmən gündə nə var? Qulların cəhənnəmdən azad edilməsi var. Allah Azze ve Celle'nin qulları cəhənnəmdən ən çox azad etdiyi gündür Arafa günü. Subhanallahülazim. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, El-həccu Arafa, fəmən ədrakə Arafa, fəqad ədrakəl həcc. Həcc Arafadır deyir. Kim Arafaya çatdısa, artıq həccə yetişmiş hesab olunur. Qurban bayramı da yer üzərində ən əfsəl günlərdəndir. Ən əfsəlidir. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ə'zamu əyyəmi indallahi yevmun nəhr, thumma yevmul qar. Allah qatında deyir, günlərin ən əzəmətlisi Nəhr günüdür, yəni Qurban bayramı günüdür. Sonra da qar günü. Qar günü də nədir? Yəni Qurban bayramından sonraki gün. Çünki həmən günü nə edirlər? Arafa, Arafadan sonra Müzdəlifə, Müzdəlifədən sonra gəlirlər Minaya, həcilər, qurbanlarını kəsirlər, düzdür, səhərsi günü. Sonra bir gün orada qalmalıdırlar mütləq Minada. Həmən gün Qurban bayramının səhərsi gün, yəni Zilhiccənin 11-i nədir? Yevmul qardır. O da, yəni orada hamısı orada toplandığı, qaldığı üçün. Təsəvvür edir ki, Allah qatında ən üstün gün Yevmun Nəhrdir Qurban bayramı, sonra da Yevmul qar, ondan sonraki gün. Yəni ona görə alimlərdən bəziləri deyiblər ki, Qurban bayramı günü də elə Zilhiccənin 10 günün içərisində də yəni ən üstün gündə odur. Bu da Allah Azze ve Celle'nin hikmətindəndir. Allah Azze ve Celle istədiyini fəzilətləndirir, istədiyini ucaldır, istədiyini alçaldır. Xüsusi təkbirlər başlayır. Arafa günü sübh namazından etibarən başlayır. Hər namazdan sonra, hər fərz namazdan sonra təkbirlər gətirilir. Ta ki 4-cü günü əsr namazına qədər. Sonuncusu 4-cü günü, Qurban bayramının 4-cü günü, yəni Zilhiccənin artıq 13-cü günü əsr namazında son təkbirlər gətirilir, xüsusi təkbirlər. Bunun adı bitir. Bəli, bunlar xüsusi təkbirlərdir və xorla deyilmir. Xorla yox, hərə özü. Hərə özü, kişilər yüksək səslə, qadınlar isə özləri eşidəcəyi səslə deyirlər təkbirləri, yəni ki, başqaları eşitməsin. Bunlar nədir? Bunlar təkbirlərdir. Bunlar da unudulmuş sünnətlərdəndir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahə illallah, Allahu Ekber, Allahu Ekber və lilləhilhəm. Nə vaxt istəyirsən dinən. Bunu əksinə dirçətmək lazımdır. 13 gündən. Bəli, bu 13 gün ərzində nə vaxt istəyirsən dinən. Xüsusi təkbirlər də başlayır Arafa günü, fəcr namazından ta 13-cü günü əsr namazına. Və alimlər deyir ki, yəni niyə görə Allah Azze ve Celle bu 10 günü fəzilətləndirib, 10 günü digər günlərdən üstün edib. Çünki deyir, burada ibadətlərin anaları var. İbadətlərin belə deyək ki, özəkləri cəm olub. Bax, digər zamanların heç birisində bunlar hamısı cəm olmur. Bax, Zülhiccənin bu ilk 10 günündə bax, namaz, oruc, sədəqə və həcc cəm olur. Bax, deyək ki, digər ibadətləri başqa vaxtlarda da cəm eləyə bilərsən. Amma həcci cəm eləyənməzsən. Həcc sırf bu. Çünki həcc yəni müəyyən bir zamana bağlı ibadətdir. O da Zilhiccənin 8-dən başlayır, düzdür? Zilhiccədən başqa vaxtı bunu eləyənməzsən. Ümrədir, nə vaxtsan elə. Oruçdur, nə vaxtsan tut. Amma həcc ancaq bu aydadır. İndi burada da bax, həm namaz, həm oruc, həm sədəqə, həm həcc cəm olub. Oruc hansıdır? Məsələn, Arafa gününün orucu, düzdür? Namazdır, adi gündəki namazlar, həmçinin gecə namazları. Sədəqədir, həcdə ibadət zamanı, həmçinin Zilhiccənin 10 günündə edilən sədəqələr daha üstündür və həcdəki öz yerində. Həcc. Həcc İslamın ərkanlarından 5-incisidir, düzdür? Ən əzəmətli ərkanlarındandır. Əgər bacarırsansa mütləq sən etməlisən. Həccin və həcc ayinlərinin səbəbi ilə bu 10 gün digər günlərdən fəzilətlənib. Allah Azze ve Celle həmən bu günlərdə edilən əməlləri əzəmətli eləyib. Bax,
İbn Abbas radiyallahu anhuma deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, "Mə min eyyamin el-amelus salihu fiha ahabbu ilallahi min hadihil eyyami, yəni eyyamel aşr." Elə gün yoxdur ki, Allah üçün həmən günlərdə edilən salih əməllər bu 10 gün ərzində edilən əməllər qədər sevimli olsun. Yəni digər günlərdə edilən əməllərdən bu 10 gün ərzində edilən əməllər Allaha daha sevimlidir. Qalu, deyirlər ki, ya Rasulullah, ey Allahın elçisi, vələl cihadu fi səbilillah, Allah yolunda cihaddan belə. Qal, vələl cihadu fi səbilillah, yəni Allah yolunda cihaddan belə. İllə raculun xaraca bi nəfsihi və malihi fələm yərci' min zəlikə bi şeyi. Ancaq deyir bir kəs istisna. Ancaq bir kişi istisna ki, o həm malı ilə, həm canı ilə Allah yolunda cihada çıxıb, amma heç biri geri qayıtmayıb. Malı da Allah yolunda tələf olub, canı da. Bəli. İkisini də Allah yolunda eləyib, fəda eləyib, belə deyək ki. Bir dənə bundan başqa. Amma digərlərinə gəldikdə, Allah yolunda olunan əməllərin ən sevimlisi bu günlərdə edilən əməldir. Və burada bir dənə şey, fikir verin. Bu 10 gün içərisində edilən əməllər deyir Allaha daha sevimlidir. Başqa günlərdə edilən əməllərdən. Səhabələr də cihadı soruşdular. Cihaddan da dedi ki, bəli, hətta cihaddan da ancaq malı ilə, canı ilə gedib heç biri qayıtmayandan başqa. O istisna. İndi fikir ver, bax, bu 10 gün ərzində edilən əməllərin cinsini, növünü, kəmiyyətini bildirmədi Peyğəmbər sallallahu əleyhi və səlləm. Hər hansı, ümumi, hər hansı bir salih əməl xüsusi olaraq qeyd eləmədi. Sahabə xüsusi olaraq soruşdu cihadı. Dedi, cihaddan da üstündür. Yəni, sənin bu 10 gün ərzində etdiyin əməl növü fərq etməz. Nə istəyirsən elə. Tək ki, salih əməl olsun. Tək ki, salih gör, nə qədər üstündür, subhanallah. Bu hədis çox əzəmətli bir hədisdir, qardaşlar. Yəni, təsəvvür sən zikr edirsən, adi bir sədəqə verirsən, bir dənə xurma sədəqə verirsən, bir dənə ki, məsələsə, bir dənə salih əməl, 2 rükət namaz qılırsan, asandır da, asan bir şeydir. Allah yolunda cihaddan belə üstün olur. Təsəvvürlə. Təsəllə soruşur, deyir ki, hətta ondan belə, yəni təəccüblənirlər ki, necə olur, yəni, o boyda, orada Allah yolunda cihad fəzilətli bir əməldir. Bu 10 gündə edilən əməllər, yəni, hətta ondan da üstündür. Peyğəmbər sallallahu əleyhi və səlləm, bəli, hətta ondan da üstündür. Ancaq bir şəxsdən başqa ki, malı ilə, canı ilə çıxıb, ikisi də geri qayıtmayıb. Şəhid olub adam, malı da Allah yolunda tələf olub. Təsəllə, Allah yolunda xərclənib. Amma məsəl üçün, biri getdi, gəldi. Sağ-salamat, qazidir məsəl üçün. O əməlindən üstündür deyir bu günlərdə edilən əməl. Təsəvvürlə, zikr elə, sədəqə ver, ibadət elə məsəl üçün. Deməli, deyiblər ki, bəzi alimlər, qardaşlar, həmən bu 10 gün, hətta Ramazanın son 10 günündən də nədir? Üstündür. Bax, həmən bu 10 gün Ramazanın son 10 günündən əfsəldir. Amma gecə, Ramazanın son 10 gecəsi, belə deyək ki, daha üstündür. Amma gündüzlərə gəldikdə deyiblər ki, Zilhiccənin ilk 10 gününün gündüzləri daha üstün. Çünki deyiblər ki, bəli, Ramazanın son 10 gecəsində Qədir gecəsi var. Bu ona görə fəzilətlənib və Zilhiccənin ilk 10 günündə isə nə var? Arafa var. Həccin digər ayinləri var. Qurban kəsmək var, düzdür? Qurban bayramı. Çünki burada açıq deyir də Peyğəmbər sallallahu əleyhi və səlləm ki, Allah qanı ən əzəmətli gündür. Amma gün deyir. Gecə demir, gün deyir. Deməli, gündürsə, bura Ramazan da daxildir, digər aylar da buraya daxildir. Deməli, Zilhiccənin ilk 10 günü bütün günlərdən üstündür. Sonra qalır gecələr, gecələrə qalanda Ramazanın son 10 gecəsi nədir? Üstündür.